Canlı efirdə tanınmış xanəndə Kəmalə Nəsibova ilə müğənni Mənzurə Musayeva arasında gözlənilməz gərginlik yaşanıb. Veriliş zamanı tərəflər arasında başlayan söz atışması qısa zamanda daha da kəskinləşərək studiyada gərgin atmosfer yaradıb. Onların qarşılıqlı səsləndirdiyi fikirlər bir-birini qane etməyib və tərəflərin açıqlamaları adətən deyildiyi kimi bir-birinin boğazından keçməyib. Efirdə səslənən fikirlər zamanı hər iki sənətçi bir-birinin ünvanına açıq və üstü örtülü iradlar bildirib, atmacalar atıblar. Bu məqamlar verilişin gedişatına da təsir edib və aparıcı vəziyyəti nəzarətdə saxlamaqda çətinlik çəkib. Studiyada olan tamaşaçılar da baş verən gərginliyi açıq şəkildə hiss ediblər. Canlı yayımda yaşanan bu qarşıdurma qısa zamanda sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilər tərəfindən davranışını və səsləndirdikləri fikirləri müxtəlif cür dəyərləndirərək mövzu ətrafında çoxsaylı rəylər paylaşıblar. Bəziləri Kəmalə Nəsibovanın mövqeyini müdafiə etdiyi halda, digərləri Mənzurə Musayevaya haqq qazandırıb. Nəticədə efirdə yaşanan bu gərgin anlar gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.